Salam. Bugün kompotun asan yolları necə hazırlanacağını sizinle paylaşacağım. Yani kompotu bildiğiniz kimi bütün meyvelerden hazırlamak olar. Biz bugün zoğaldan zoğal kompotu hazırlayacağız asan üsulla. Zoğallar götürürük deməli butulkanın içine zoğalları yığırıq. Yani bu çok asan bir üsulla hazırlanmaqdır. Yani dadı da yaxşı olur. Tam təbii kimi. Yəni qaynadıb da butulkaya yığa bilərik. Belə daha asan və tez hazırlanır. Və 1 litrlik butulkaya yarım stəkan peso əlavə edirik. Və bunun üzərinə suyu belə halda hazırlayanda suyu qaynar. Yəni qaynaya suyu qaynadırıq. Yəni bu meyvələr iri olduqda meyvələri xırda doğrayıb butulkanın içinə yığırıq. İri meyvələrdən də eləmək olur, yəni xırda doğrayırıq. Bugün bizdə xırda meyvə olduğuna görə meyvəmizi yığdıq, üzərinə şəkər tozunu əlavə etdik. İndi isə suyu əlavə edəcəyik. Deməli, su qaynamalıdır, qaynaya əlavə edirik. Suyu əlavə edirik, qaynaya suyu, qaynar suyu əlavə etdik. Və qapağını möhkəmcə bağlayırıq ki, hava çəkməsin də, ona görə lap möhkəm bağlamaq lazımdır. Yaxşıca möhkəm sıxırıq və bu şəkildə içərisində olan şəkər tozu həll olsun deyə qarışdırırıq. Sonra bir qalın bir şeylə, yəni bir parça, bir ədyalla möhkəm büküb